dostlar ve bugün sizlerle birlikte Roblox'ta kör atış oyununu oynayacağız. Ve bugün yanımda dostum Mehdi de var. Buyur. Salam uşaqlar, necəsiniz? Ve indi bugün benim belə maşınım var. 5.9 ulduzdur. Ve bugün sizinle birlikte taksili eləyəcəm. Ve videoya başlayırıq da yani. Çox sürətli maşındır. Yəni 149 falan gedir. İndi birinci bu adamı alım. Yəni götürüm bunu. İndi bunu deyəsən plaja aparıram. Sahilə. Oy, səhv getdim deyəsən. Yox, düz getdim. Ve burada canlı oynayan adamlara yani toxunanda yani girəndə bir şey olmur. Sadece oyunda olmayanlar yani oyunun öz yarattığı maşınlara girəndə dayanır ve buradan da biraz pul geldi 1500. Biraz da pul yığıb maşını dəyişmək istəyirəm. Hardan adam tapa bilərəm, hardan adam tapa. Bunu götürüm, ulduzu az da ama götürüm. Taksi bosa taksi sentrala aparır məni. Hem bu bir ulduzlar falan həmişə taksi sentral istəyir nədənsə yani. Bu yolu əzbərləmişdim bir dəfə. Bu maşını almazdan əvvəl. O 2 dənə maşınım vardı, onları əlbəttə ki satdım. Və kim qəşəng adam tapamıram. 4.9'luq belə adamlar olsun. Hayda. Məsələn mən belə adam istəyirəm. Bu dala getməliyəm deyəsən. Bu oyunu çox belə yatırmışam da. Mən əslində birinci 50 neçə min pulum var idi. Şirkətimə pul yatırdım 20 neçə min. Ondan sonra gördüm ki yatırmasaydım Porsche alabilirdim ama artık gec idim. Ondan sonra bu maşını aldım. Bunu deyəsən 49 min aldım. Çox qəşəng maşındır. Qiymətinə görə. İndi yo 2 dənə adam. Maşınım çox balacadır. Maksimum bir adam götürə bilirəm. Bir azdır hələ. Yəni mənim yanımda burada gördüyünüz kimi sağda bir nəfər yer var. Ona görə ancaq bir nəfər götürə bilirəm. Çox pis bir şeydir. 1 2 1 5. Qabaqda 1.6 var. İstəyirəm onu götürüm. Daha çox ulduzu olan adamlar daha çox pul qazandırır. Siz orada altdakı MP'yə baxın. Rahat maşın 100 yığırı. Tormozunu da gücləndirmişəm. Ağladı. Adamlar Lamborghini sürür. Yəni mən ora saçmayıma biraz çox qalıb. Ona görə hələ mən bir dənə yer bilirəm və ora gedirəm. Baxın. Ora gedib videonun tərsinə baş. Və dostlar, çatdı indi. Bura belə bir yerdir. Təpəni çıxıram. Ondan sonra sürətimə də baxın, siz çox qəşəng bir yerdir də. Əslində mən daha çox bu oyunda gəzməkdən xoşum gəlir. Bir dəfə taksicilik eləmədim, ancaq gəzdim, çox qəşəngdir yəni. Bu yox, adam axtarıram. 4'lü adamlar. İndi bu məni təzədən ora aparmağımı istəyəcək, həmin yola. Yəni 1 kilometr falan yoldur da çox qəşəng pul verir. Sanayi bölgəsi istədi və deyəsən sanayidə işləyir. Amma biznesmendir. İş insanıdır. Necə olursa Mehdi bu işlə bağlı fikirlərimi bilir. Adam biznesmendir, sanayi yerinə gedir. Səncə? Beynim yandı, bu dəqiqə işlə deyə bilmirəm. Da saxlayım. Bu düşsün. Bu görsə yəni çox qəşəng 1500 civarında pul verirlər. Bir qəsə bir şey göstərmək istəyirəm. Bunu da bildirim. GTA-da belə eləmək olmur. Hə. Bu oyunu mən aha bu 4-7 2 nəfərdir. 2-5-dən də yuxarısı olar burada. 3-2 elektrik. O birisi daha yaxşı idi. 3-5 idi. Mən getdim 3-2-liyi götürdüm. Elektrikçi. Bizim evdə elektrik. 1 kilometr falan yoldu və bu mənə artıq çox pul versin. Xahiş edirəm yəni. Ayda üzrəyəm. Və buradan getdi.
Maşınımın sürəti burada çoxdur. Hadi bir dənə bax buradan təzədən şəhərə qaydanda, bura qaydanda çox beynim qarışır. Yolları bir-birinə qarışdırır və xəritədən görə bilərsiniz. Biraz kəsmə yolu seçək. Buradan geçsem. Buradan mənə daha qısa gəlir. İndi sadəcə verəcəyi pula baxın. Az versə, yəni heç saatda aparmayacam da. Bu qədər yol gətirdim. Və biraz çox pul. 3x-in vaxt 2000 nə qədər? 2100 neçə idi? Mənim üçün əladır. Təzədən istəyirəm ora qayıdım. Bir dəqiqə bunu adamı götürüm. Gedək. Məsələn, indi bu sizə göstərmək üçün dəydim. Amma yəni bu təsir elədi, amma onlayn bir adam məsələn buna girsəm, yəni bir şey olmur. Və burada qəribə bir yer gördüm, indi oraya gedəcəm. Buranın yanındaydı. Bu bitsin. Bu az pul verəcək yəqin və 150 çox azdır. Və bura mənə maraqlı gəldi. Sən reis yarışmış. Nəysə təzədən o yola həmin yerə gedirəm, orada varlı adamlar olan yer. Və bu başladı, indi burada gəldi. İndi sizə bir dənə bir şey göstərmək istəyirəm. Biraz avtoşluq eləyərək bunu göstərirdim. Peki bu adam haradır? Tony. Elə bura. Bir dəqiqə özəl müştəri gəlib. Onlar yəni 1500 istəyir. Ondan sonra həmin yerə gedəcəm. Buradadır. Tony'nin yağlı arabası. Yağlı. Of şimdi. Ve yani sürekli gedirəm maşını necə sürəcəyimi bilmirəm. Məsələn bura aparım tərsən qaydıram ora yolda yadımda qaldısa. Bu oyunda heç yolu yazbərləyəmirəm. Bunlar 1500 verdiklərinə görə adam maşın daldalı 35-40 rahat yığır. Bu oyunda 40 yağında maşın uçur nədənsə. Bir dəqiqə yeri tapacağım. Və indi bir dəqiqə Mehdi getdi, təzədən gələcək və təzədən həmin yeri gedirəm. Mən oranı taksi mərkəzindən bildim. Yoxsa bura harada olduğunu bilmirəm. Burada bir kəsmə yol var. Buradan gedirəm. Buradan çox qəşəng adamlar tapa bilərəm. Təzədən həmin şəhərə getmək istəsələr çox sevinəcəm. Və yanımdan 130-la gedir, yanımdan polis keçməsinə baxmayaraq. Polisdən qorxmuram. Və Mehdi təzədən gəldim. 4-5. Bunlar çox pul verirlər. Məncə də. Nədənsə belə heç 4-5'li adam aparmış, amma ulduzu belə olur. Vandalizm deyə adam. Bayaqlar 4-7 tapmadı. Ala polis düşdü deyəsən dalımca. Adam mən zibilə saldı. Bilmirəm. Diqqətli ol. Adam olsa təhlükəli gəlir deyə mənə. Və gətirdim. Gətirmişəm də polislərin məndən nə işim var axı? Nə yakalandı? Və maşınımı çağırır nə? Məsələnlə məndən. Maşını saxlayacağım. Və bu çox qəribə bir olay yaşandı. Elə adam götürməyəcəm. Adam 5-2, doktor. Yəni bunu həmişə hospitala aparıram. Radara düşdün deyəli oldu ya. Yox, nəsə heç belə olmamışdı. Yəni o adam olsa qəribə gəlirdi. Elə ulduzlu adam görməmişdim. Vandalizm belə çox qəribə gəldi. Elə adam da görsəm çox şuma götürmərəm. Götürsəm də oradan bərk mi keçmərəm, nə olar? Yuxarı radara düşdün.
Məncə də. Elə bir şey oldu da yəni. Yəni 4-5'li adam da götürüm buradan. Elə mi qalıblar qabağımda, elə bir çıxamayacağım. Çox pul verdi. Hala, o burada doktorsan sana 30.000 maaş verirlər. Bir dəqiqə. Bu işarəyə indi basa bilməyəcəm. Bir dəqiqə. Üzr istəyirəm. Videonu dayandır edək. Və başladı bir problem yarandı. Ona görə dayandırdım. Və təzədən indi bu adam da doktordur. Onu götürək. Bu da 4-5'li 3 ulduz diye. Yox, 4-5 ulduz idim. Və sürü... Maşın soru sürəti var ha. Və burada da 4 altılı adam var. Yəni bunu qoyub onu götürürəm. Anı təzədən hara getmək istəyir? Baxım hələ. Hastaneye. Ayda o adam yanından keçdim. Bildim taksi sentraldaydı deyə sana taksi sürüşü yoxlayır da Cəmanın aləmində. Xəstəxanaya gedib gəlməkdən yoruldum. Həkimlərdən çox getdim xəstəxanaya. Və bu da 1295 verdi. Sürət. Yox, bu Predigiv'di şeydi. Limona bas oyunun videonun əvvəlində də bunu götürmüşdüm. Noah Lehman gəldi. Yəni aslında taksi bas oyunu gözlədiyimdə yəni çox oynanan oyunmuş da. Yəni düz mən ən çox sevdiyim oyun bəlkə taksi bas ola bilər. Və yaxud cinayət gizemi qaçmaq üçün kazdan da xoşum gəlir. Elə videolarda çəkəcəm. Amma belə bu video, bu yəni oyun yəni ən azı bir 5.000 falan, yəni 4.000, 3.000 görürəm də ən az orada. Etkin oynanan. Yəni bu oyun həqiqətən çox oynanır. Və dostlar, abunə olub like atmayı unutmayın. Və artıq son adamlarımı qoyuram. Sağollaşacaq. Məsələn, mən bu adamı çox götürmək istədim, amma maşının maksimum məndən başqa bir nəfər tutur. Ona görə maşın... Allah! Monitorla qalas bəyəm bu deyəsən. Gözlük paneli mənə bir dənə lazımdır. Bir dənə də beton çantası. Və gördüyünüz kimi şeyi gücləndirmək üçün. Və şirkətimi də sizə istəyirəm göstərim. Bura mənim şirkətimdir. Açım. Və yəni burada resepsiyonist var. Ona danışa da bildim, danışmışam, mənasıdır. Burada menajer və buradan çıxıram. Burada elə bir dənə yer var. O adamla da danışmalı. Yəni şirkətimin tam görünüşü belədir. 2 dənə hətta. Onlar var son yüksəltmədən sonra. Və deyəsən mən şirkətimi gücləndirmək üçün pul verə bilərəm. 190.000. 11 altın. Mənim heç altınım yoxdur deyəsən, amma altına baxıram, nəysə. Bu da mənim şirkətim idi. Göstərdim. Və dostlar, bu günlük bu qədər. Bir daha deyirəm, kanalıma abunə olub like atmayı unutmayın. Sağ olun.